السلام على الحسين وعلى علي الحسين وعلى الحسين وعلى أصحاب الحسين yürekleri safasıdır evvel derdimizin devasıdır evvel düzdü özün o kar gördü Hüseyin düzdü özün o kar verdi Hüseyin ağalarına ağasıdır evvel fez ağaların ağasıdır evvel fez bir günü alemi rüyada gördüm ölmüşəm fani dünyadan ümidim üzmüşəm bunu Hacı Gülbəla Fənai yazıb çox gözəldir bir günü bilək biz hara gəlmişik kimlərin məclisinə gəlmişik bizim attığımız hər addım nədir bizim danışdığımız hər bir söz nədir birinə bir dənə xoş göstəririksə bunun da savabı övüdür hərə bir ehsan edir bir dənə gülür ehsan edir hərə bir şeydir bir günü gördüm aləm rüyada ki ölmüşəm fani dünyadan ümidim üzmüşəm quslu vermək üçün libasım soydular bir libas ilə məzarə qoydular yad qohum hər kim ki çatdı qəbrimə hər gələn bir torpaq atdı qəbrimə yorğanım da yastığım da daş idi qəlbidə həsrət gözümdə yaş idi yorğun idim heç kəsim dad etmədi bir nəfər yapışıb əlimdən möhnətdən azad etmədi gəldi başım üstünə iki mələk gedib dünyadan heç kim qalmayıb nə dost qalıb nə tanış qalıb nə dayı nə ata əmi heç kim qalmayıb gedib gəldi başım üstünə iki mələk zülmət oldu gözümə 9 fələk bir mələk kimdir dedi Rəbbin sənin digəri söylə nədir dinin sənin sağda idi gərçi bu sorğu sual tapmadım lakin cavabə bir macal ta sual təkrar oldu çənd qorxudan dil bəndə düşdü bənd bir mələk dad etdi söylə aşikar yaxşı pis dünyada etdin hər nə var neyləmisən yaxşı pis nə iş görmüsən vay sual elədi bir mələk dad etdi söylə aşikar yaxşı pis dünyada etdin hər nə var mən bütün əmalıma etdim nəzər gördüm ömrüm hamısı getmiş hədər mən ki sustum ta məni dindirdilər isti gürzülər başıma endirdilər bax naümid etdim mələklərdən özüm tüm cavab üçün yox idi bir sözüm nə sual verdilər Rəbbin kimdir bilmədim yaxşı pis əməl eləmişsən baxdım ki mənim heç nəyim yoxdur mən nə cür yaşamışam Allah gördülər ki ta pərişan halımı biz ki məmuruq deyib ah çəkdilər biz neyniyə bilərik bizi göndərib biz ki məmuruq deyib ah çəkdilər ruhumuz səmt-i cəhənnəm çəkdilər şehit buradan sonra başlayır biz ki məmuruq deyib nalə çəkdilər ruhumu səmti cəhənnəm çəkdilər gedirdim ateşə sarı amba cənnətin qapısı açıldı nacahan
Bir nəfər indi səmadan mehriban, qeyrilər ulduz idi o kəhkəşan. Bir günəş tək nur saçırdı sürəti, bir günəş tək nur saçırdı sürəti, zülmətə yollar açırdı sürəti. Çeşmi şəhlası, həyatın çeşməsi, ruhi həqqin saf olan ayinəsi, vardı başında yaşılan naməsi. Bu gələn kimdir Allah? Günahkar bəndədir. Nə sual verirlər bilmir. Rəbbin kimdir deyə bilmir. Heç nə bilmir. Neynəmirsən heç nə bilmir. Vardı başında yaşılan naməsi. Kimdir bu gələn? Vardı başında yaşılan naməsi. Vardı əynində gözəl ağ caməsi. Söyləmə bir gül ona manənd olar. Görsə Yusuf da o şahı bənd olar. Qəlbimə doldu məhəbbət ülfəti. Bax gəlir şey. Qəlbimə doldu məhəbbət ülfəti. Nazil olmuşdu Xudanın rəhməti. O gələn şəxsə mələk endirdi baş. Gələn şəxsə mələk endirdi baş. Söyləyib şəhbərlərin çəkdi yavaş. Axı mələyin qanadı olar. O gələn şəxsə mələk endirdi baş. Söyləyib şəhbərlərin çəkdi yavaş. Fatimə oğlu Hüseyin xoş gəlibsə. Fatimə oğlu Hüseyin xoş gəlibsə. Bizləri dildara layıq bilirsən. Gəldi şükür olsun qiyamət sahibi, ruzu məhşərdə şəfaət sahibi. Bax, mən Hüseyni görcəyin oldum xəzir. Mən kiməm Hüseyin gəlir? Mən Hüseyni görcəyin oldum xəzir. O baxıb etdi təbəssüm misli gül. Mən günahdan, ruhu qəlbi qapqara. Mən günahdan ruhi qəlbi qapqara. Mən hara? Mevlanı görməyli hara? Söylədi azad edin bu bəndəni. Xanə abad eyləyin bu bəndəni. Niyə ağa? Bu günahkardır. Söylədi azad edin bu bəndəni. Xanə abad eyləyin bu bəndəni. Niyə ağa? Tiflikən türbət dadımdır ləbləri. Türbətimlə islanımdır ləbləri. Badəri eşqimdə süd vermiş ona. Eşqim ilə peykər gəlmiş cana. O mənim eşqimdə bir şeydan. O mənim eşqim ilə yanmış dəmbədəm. Matəmimdə məclisə atmış qədəm. Hey ətəm bəqb eyliyibdir sinəsin. Şimrə izhar eyliyibdir kinəsin. Məclisimdə, ay xanımın məclisində xidmət eləyərlər. Ay imam məclisində xidmət eləyərlər. Məclisimdə çay süzüb zəvvarıma, cütləyib başmaqlarım kəndarıma. Mərsiyəm razı niyazı diyorum, türbətin möhrü namazı diyorum. Ərbəinimdə aparmış pərsəmim, papiyadə saxlayıbdır matəmim. O kəfən əylində bir şeydə olur, ruzi ta sual mənə səqqa olur. Zeynəbim Kübraya etdi iqtidar, matəmimdə eylədi ahu nəva. Adımızdan ruzisini ihsan edir, adımızdan ruzisini ihsan edib, öz evində hər kəsi mehman edib. Əyləşirdi məclisimdə ba ədəb, göz yaşıyla qəbrim eylirdi tələb. Hər zamanda hörmətin saxlardı yo, qardaşım Abbas'a ağlardı yo. Eyləyərdi göz yaşının təcrəbə. Ya Hüseyin söylərdi ta ki rozə xoy. Yaralı, zal yaralı, mən sənə qurban yaralı.
yaralı, can yaralı. Mən sənə qurban yaralı dilə. Yaralı, can yaralı, maşallah. Mən sənə qurban yaralı. Bu nə aləmdir Hüseyin, sən yaralı, mən yaralı. Odu xanım Zeynəb yana yana səzilirdi. Ana Zəhra yanına sarana. Gəl ana Zeynəbi görmədi günləri gör. Gəl ana Zeynəbi görmədi günləri gör. Elə yana yana səslərdi. Ey gözlərinin qurbanı, ağlatma məni nalanı. Həsən Hüseyin hamı ağlayır, amma Zeynəb bir başqa cür ağlayır. Səbr eylərəm əmri qəzayana, bir vədə ver bu binəvaya. Hasan gəlim Zeynəb, anacan məhşər günü gələrsən Kərbəlaya. Hasan bana məhşər günü ana gələrsən Kərbəlaya. O nanəcimlər ki həmən dəqiqədə çeşmə gecdəydi. Biri başın kəsirdi, biri neyzələr vururdu, biri yoxlar atırdı ana. Kərbəlaya boyca gəzər. Hansı zamanda dediləşgər, dediləşgər. Dağdan çağırır mənə 72 sərdarım ölüm. Həmən vaxtı çuxur yerdi bax. Dediləşgər, dağdan çağırır mənə 72 sərdarım ölüm. Əkbərim qanə batıb, tifli ləbət xarm ölüb. Dağlayıb qəlbimi Qasim kimi dildarım ölüb. Təş qoyubdur məni qeyrətli ələmdarım ölüb. Hüseyin belə səslirdi. Təş qoyubdur məni qeyrətli ələmdarım ölüb. Şimdi gördü bu səhnəni neynədir? Hərmələyə bir əmr verdi. Hərmələ özün gör bu işi. Hərmələ Allah lənət eləsin sənə. Neynədir Hərmələ? Hərmələ dizlərin qoydu yerə. Ağanın ürəyinin başından bilişan aldı. Harda? Ağanın ürəyinin başından bir ox vurdu. Harda? Əli Əkbər yarəsinin üzüdürlə. Ağanın ürəyinin başından bir ox vurdu. Əli Əkbər yarəsindən. Üzün dolandırdı Mədinə səmtinə. Anacan hayalına sal cəlala. Arifal sözünü diqqət ilə şeyvənəcə. Oxucaydı cəkürəydən, dedi yandım anacan. Səs verdilər ya Hüseyin, ya Hüseyin, ya Hüseyin. O yaralı halında alnın koydu torbağa. Allah ile razını yaz edirdi, ne gördü? Onda gördü bir saye düştü ağanın yaralı sinesine. Dedi kimsen kanadın saye salıp sanmışsın zahab. Sineme saye düşende ürəyim oldu kebab. Köş bileydin ki o haldan ne rahatlı Hüseyin. Axı sen kimisen gelmişsen? Dedi ağacan Cəbrəilə bağa. Ağa Cəbrəilə ağa. Burada bir söz var, biləsiz nə deyir burada. Dedi ağa mən Cəbrəilə gəlmişəm, sağya salam məni əfv eylə ağa. Burada yanında qalanam, nə qədər var nəfəsin,
burada yanında qalaram. Deyim ağa istəyirsən deyim mən kiməm? Dedi kimsən? Ağa istəyirsən deyim kiməm? Yadıma düşsə əgər mən sənə lay lay deyərəm. Yadıma düşsə əgər mən sənə lay lay deyərəm. Olsa iznim sələmə qana batan ay deyərəm. Baxdığınıza yaralı sinəmə lay lay deyərəm. Hüseyin sinəmi sinəyi Zəhraya tay deyərəm. Ağa anamın boşdu yeri mən sənə lay lay deyərəm. Anamın boşdu yeri mən sənə lay lay deyərəm. Budur, iş budur, elə rozan da bozsun. Nə dedi? Ağa buyurdu Cəbrailə çəkil kənara, sayə salma sinəmə niyə? Cəbrail xanə xəlvətli çəkil, məqtələ mehman gələcək. Pərdə çəkmə bura ərvah şəhidan gələcək. Zeynəbin məqtəlimə zülfü pərişan gələcək. Cəbrail çəkil kənara, Zeynəbin məqtəlimə zülfü pərişan gələcək. Zeynəbin məqtəlimə zülfü pərişan gələcək. Cəbrail çəkil kənara, qoy görüm anam Fatimə hardan gələcək. O ki səslədi Hüseyin, o qədər yana yana səsləyirdi. Hayandasan anam Zəhra. Elə ki Zeynəb Hüseynin səsini eşitdi, elə yana yana dedi Hüseyin. Anası canıma bacır qurban olsun ay qarıda. Ana səsləyən canıma bacır qurban olsun ay qarıda. Ana səsləyən canıma bacım qurban olsun ay qardaş. Gəldi Zeynəb o çıxır yerə məqdələ. Dedi Zeynəb çox qalma, bu namərddir, bu məlundur. Bu istir sənin yanında bağışımı kəsək, get xeymələrə. Dedi sən icazə ver, elə bir iş görüm, elə bir iş görüm anam Zəhranın ağladığımızı. Neyəsən Zeynəb, icazə ver, kəsilən boğazından öpüm ay qarılar. Dedi Zeynəb, get xeymələrə, bu şimirdir, məlundur. Bu istir sənin yanında başımı kəsə. Zeynəb sözüdür, bax, bu söz yandıran adamı. Qalxdı dedi, şimir boşlayar bu halidə hansı bacı qardaşını. Şimir boşlayar bu halidə hansı bacı qardaşını. Şimir kəsməyə baş istirsən Zeynəbin kəs başını. Kəsməyə baş istirsən Zeynəbin kəs başını. Dedi Zeynəb ged xeymələrə, ged xeymələrə. Nə oldu? Zeynəb gəldi o xeymələrə. Bütün balalar hamı çıxdılar. Bibi hayandadır, atam hayandadır. Axı bibi bunlar gedərlər, niyə gəlmirlər? Əmim əvvəl su söz verdi, gəlmədi. Bilirsiniz, əvvəlfəzi nə gözünə ox dəymək yandırdı, nə qolu kəsilmək, nə başına əmud dəymək, heç nə yandırmadı. Bilirsən nə yandırdı? Ancaq bax, bir kişi esmaq yalvarmaz, özdəki kim? Bir dənə yeri var, o qədər deyirlər, yandırıb əvvəlfəzi. Heç nə, nə gözünə dəyən ox, nə qol kəsilmək, nə baş əzilmək, heç nə. Fəqət bir şey, elə hey məşqə yalvarırdı, axma, axma. Elə məşqə yalvarırdı, axma, su axma. Axır bab yol bu gözlü, axır qayya yol bu gözlü. Məşq axma, axma, dedi bibi, dedilər
kalbim bu gidenler niye gelmirler? Hardadır Seyradı, hardadır Ebel Fezali Ali Ecber, hardadır Gazi. Buyurdu balalar. Hüseyin düşümdü mehtala. Bu çok ağır rozadır. Vallahi kardeşlerden burada var. Bir defa bunu Bakı'dan diyende dediler sakla deme da öldü. O kadar ağır rozadır bu. Hüseyin düşümdü mehtala. Celal vurur, cedel vurur. Alıblar zehar ala. Celal vurur, cedel vurur. Bir hayal ele. Bu yerde olan kimdir? Ah bu Celal gider kimdir? Hüseyin'i vurur. Hüseyin düşüp dimektala. Celal vurur, cedel vurur. Alıblar zehar ala. Celal vurur, cedel vurur. Olup ferfe torpaq üstədir gül sayağı. Gülü payma eğilibdi atlar ayağı. Axır qanı, axır qanı, ləqdə ləqdər yarəsindən. Dolu ağzı zikr tutmur dil dodağı. Bilmirəm Hüseynə nə qədər yandın bu cür. Amma istəyirəm sən ürəyimin sözüm mən deyəm. İstəyirəm bir işarəyəm İmam Rızanın adı gəlsin bu mərdinizdə. Sindirizdən deyirəm. Əgər qəlbim kövrəlibsə bu il dedən ağa nə olar mənə də nəsib elə gedim də Ərbəylə. Nə olar ağacan bir dəfə də olsa gəlir. Xudaya bizi zəvvar. Xudaya bizi zəvvar. Elə İmam Rızaya ötəy qəbri Rızanı gedək Kərbəlaya. Hacı Yaşar Allah ruhu şad eləsin. Gözəl nohət. Ama bir kardeşimiz ona bir tane söz koyup şunu belə betər eləyib. Xudaya bizi zəvvar elə İmam Rızaya öpək qəbri Rızanı gedək Kərbəlaya. Eğer ürəyindən gəlsə Hacı değerli ruhanimiz de Allah ömrünə bərəkət verə. Həzrət Əbəl Fəzlən dedi mən də roza deyəcəkdim valla. Bilmirəm bu Kərbəla hardalara gətirdi məni. İndi bir dənə də salam ver ağaya. Ağam, 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 ağam İmam Rıza. Qəribdir ya, biz də qəribidir ben ağa. Bu camidən salam İmam Rıza. Eğer kaldırırsan kaldır. Ağam, 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 ağam İmam Rıza. Bu camiden selam, salam İmam Rıza. Bu camiden selam, salam. Tabibi sen de var, senin elindedir ağa. Tabibi sen de var, senin elindedir. Merizlere şifa senin elindedir. Değiller Kerbela senin elin.
Salam İmam Rıza, bu cem'iden sana salam İmam Rıza. Xudaya bizi zəvvar elə kər bu bəlaya.